baxsan, şeyxin birinə. Orada yəni böyük bir gətirmək. Yəni şeyx ümumən deyir də. Şeyx ümumən deyir ki, yəni bu kimsəyə nəsihət olunur. Hansı ki bu sələf forum barəsində Şeyx Süleyman Ruheliyə sual vermişlər. Onun bir qardaş. Və deyir ki, bu kimsəyə nəsihət olunur və şeyx özü deyirdi orada. Deyir ki, bu əhl-i-sünnə əsaslarından deyil. Əhl-i-sünnənin deyir ki, etiqadı belə olmuyor. Yəni şəri, qeyri-şəri məsələsi. Deyir ki, belə bir şey olmuyor. Və Şeyx Süleyman deyir ki, əgər deyir ki, nəsihət olunur, əgər deyir ki, qəbul eləməsə, birbaşa tərk olunur. Yəni bu kimsədən çəkindirilir. Və şeyx özü orada da qeyd edir də ki, yəni ki, bu əhl-i-sünnənin etiqadı olmuyor. Əhl-i-sünnədə belə bir rəy olmuyor ki, hakim barəsində şəri və ya qeyri-şəri deyilsin. Hətta bu məsələlər təzə çıxan vaxtı, təzə qaynayan vaxtı idi, belə deyək, hələ heç bir şey yox idi, sadəcə sələf forum məsələsi idi. Özüm şəxsən Şeyx Rasullahdan soruşdum bu məsələni. Və şeyxə ərz elədim ki, bizdə yəni, insanlar var bu cür deyir. Deyir ki, biz hakimi təkfir eləmirik, biz ona belə deyirik, sadəcə onu biz şəri hakim saymırıq. Necə var o cür dedim. Şeyx qayıt dedi ki, elə bu elə xurucdur da dedi. Şeyx qayıt dedi ki, elə bu elə xurucdur da. Və Onların dəlləri nə idi? Kimlərin dəlləri? Onların dəli gətirdilər. Onlar bidət əhlindən dəli gətirdilər. Onun ən birinci deyən Abu Saq Əl-Hüveyn olub, Misirli təkfirçi. Abu Saq Əl-Hüveyn olub ki, o kimsə ki, böyük günah üzərində israr edən kimsəni təkfir edir. Abu Saq Əl-Hüveyni təkfir edir. Yəni bu kimsənin dediyi şey olub, ən birinci o deyir ki, şəri, qeyri-şəri məsələsini. Hakim yəni ki, müsəlmandır, xuruc eləmirik, təkfir eləmirik, amma şəri hakim deyil. Və Şeyx Süleyman Ruheli o səsində də açıqladı ki, yəni ki, əhl-i-sünnənin belə etiqadı olmuyor. Ya müsəlmandır, ya kafirdir. Və ola bilər ki, müsəlmandır, adildir və ola bilər ki, müsəlmandır, zalimdir. Və müsəlmana da ki, tam şəkildə itaət olunur. Və hətta kafirdə belə əsl olan, Şeyx Rabi Hafizahullah buyurur ki, hətta kafirdə belə əsl olan səbr etməkdir. Əsl olan kafirdə belə səbr etməkdir. Hətta kafirdə belə. Bir də bu mövzuya uyğun sual verim. Sənə forum barədə bir elm tələbəsindən soruşduq. Deyir ki, dedi, bidətçidir. Sonra soruşduq ki, bəs o bidətçidir və deyir, o gətirdiyi qaydalar bidətdir və ona deyir, nəsiyyət olunur və nəsiyyəti qəbul eləmirsə, onu mənhəzdən çıxır. Sələfi deyil, bidətçidir, qutardı deyil. Ümumi sələf forum barədə. Amma dedi ki, amma qaldı ki, kimsə məsələn onun sələfini soruşduq barədə. Deyir, əgər o onu sələfi görmürsə, daha doğrusu sələfi görsə, onda problem görmürsə, sən onu deyir, qınıya bilməzsən, ondan çəkindirə bilməzsən. Soruşduq ki, yəni bu qayda hardan? Elə şey yox. Belə heç nə demədi, ümumi belə sözlərlə, axırda... Elə şey yoxdur. Yəni kim bidət əhlini müdafiə edərsə, o bidətçidən daha betərdir. O demir, müdafiə edər. İcma. Ola bilsin, deyir, o onda problemi görmür. Biz də gətirdik bu məsələ kimi. Yox, problemi görməyəsi bir şey yoxdur. 6-7 dənə alim nəsiyyət elədi ona. Hansı alimin nəsiyyətini qəbul edir? Şeyx Muhammed Bəzmul nəsiyyət elədi, Şeyx Süleyman Ruheli nəsiyyət elədi, Şeyx Həsən Bənnə Misirdə Sələfi Şeyx nəsiyyət elədi. Bir-bir hamısının səsli yazıları var idi. Amaşa. Hə, əlbəttə, amaşa. Həmçinin əlbəttə bu alimlərin nəsiyyətidir ona olan. Alimlər bildirdilər ki, bu məsələ əhl-i-sünnənin etiqadı deyil. Və o qayıtdı dedi ki, bu onların özünün görüşüdür. O deyir, məsələləri bilmir, geçsin, baxsın. Süleyman Ruheli barəsində demişdir ki, yəni ki, Süleyman Ruheli barəsində deyib Allah. Və görürsən ki, həddi açdılar alimlər barəsində. Bunların mənhəci ümumiyyətlə budur. Alimləri gözdən salmaq, alimləri təhqir etmək. Çünki yəni ki, bunların bax bu dəqiqə yəni mənhəci bu üzərindədir. Alimləri gözdən salmaq. Yəni mümkün deyil ki, həm Mədinə şeyxlərini sevəsən, həm də ki, bunlarla bir yerdə oturub durasan. Mümkün deyil. Yox, mümkün deyil. Əlbəttə, həm Şeyx Muhammed Əlini, Şeyx Übeyd Cəbirini, Şeyx Abdullah Buxarini sevirsən və həmçinin də ki, Hələbi ilə oturub durursan. Mümkün deyil. Ya buranı götürməlisən, ya buranı. Və onlar da buranı götürdüklərinə görə, bunlarla oturub durduqlarına görə avtomatik onları təhqir eləməlidirlər. Onları gözdən salmalıdırlar və yaxud da ki, onları heç sələfi dəvəti üzərində görmürlər. Həddadi görürlər.
Əlbəttə. Təfsilatlıca cumhur olur, yoxsa bir Elə bir şey yoxdur. Yəni təfsilatı rədd vermək. Olur təfsilatlıca. Cumhur yoxdur. Cəhddə icma olması elə bir şey yoxdur. Və Şeyx Rabi deyir ki, bugünkü gün cavanları azdıran ən murdar qaydalardan birisidir ki, cəhddə cəm olmalıdır, icma olmalıdır. Yəni mümkün də deyil. Tarix uzunu belə bir şey də olmayıb ki, bir ravi barəsində o əsrdə yaşayan alimlər cəm olsun. Desinlər ki, bu bidətçidir. Belə bir şey olmayıb. Elə ravi var ki, Yəhyə ibn Ma'in deyir ki, fiqadı İmam Əhməd deyir ki, kəzzəbdir. Eyni əsrdə yaşayan alimlər. Bu mümkün deyil. Mümkün deyil bu şey olsun. Mümkün deyil. Yəni mümkünsüz də və heç tarix boyu heç bir şey, heç bir dəlillə gətirə bilməzlər ki, belə bir şey olubdu. Hansısa ravi barəsində icma olub. Belə bir şey olmayıb. Və bu mümkünsüz də bir şeydir. Ki, bir ravi barəsində və yaxud da ki, bir kimsə barəsində, bir şəxs barəsində icma olsun. İmamlar, alimlər, onun əslində yaşayan, onun vaxtında olan alimlər bir yerə toplaşsın, desinlər ki, bu kimsə bidətçidir. Belə bir şey olmur. Kim daha yaxşı tanıyır, onun sözü. Əlbəttə, ümumiyyətlə, yəni tədil edən kimsə, bir kimsəni təzkiyə edən kimsə sadəcə onun zahiri halına baxıb xəbər verir. Ki, yəni ki, bu kimsə də islahdır, bu kimsə müsəlmandır, dəvətçidir, əvvəldən və yaxud da ki, bu kimsəni sələfi dəvətçisi kimi tanıyıb, sələflərin yanında olduğunu görüb, hətta bununla belə, sələflərin yanında olduğunu belə görüb. Bu da ola bilər. Amma əgər başqa bir tərəfdən imamlar çəkindirərsə, cərh olunarsa və bu alimdən təfsilat tələb olunur. Bu alimlə deyilir ki, dəlili ortaya qoy. Nəyə görə? Açıqla ki, nəyə görə bu insana bidətçi demirsən? Və o da isbat elədi, əlhəmdülillah, bütün ümmətə vacibdir. Və İmam Əhməd Rahimullah bir ravi barəsində kəzzəb deyirdi və heç İmam Əhməddən soruşmurdular, hardandır, təfsilatı qoy ortaya və bütün ümmət onu götürürdü. Bütün ümmət onu götürürdü. Nə oldu, indi gəldi, hətta təfsilat var belə ortada, yenə məsələlərdə görsən ki, deyirlər ki, Bağdaddan birisini tutub gətiriblər, Şeyx Rabiyə lənət oxuyur, nə bilim. Bunlar hamısı murdar mənhəcdir. Murdar mənhəcdir və əlhəmdülillah sələfinin indiyə qədər mənhəci bu olubdur. Və Əhl-i-Sünnə və Cəmaətin etiqadı bu olubdur və qiyamətə qədər də bu hədis elmində budur. Əgər bir kimsədə cərh və tədil bir yerə gələrsə, cərh edən kimsədən təfsilat tələb olunur. Və İbn Salah Rahimullah Muqaddimə Ulumul Hədis kitabında bundan danışır. Bu məsələdən danışır. Və sələfdən 6 dənə qovul zikr edir bu məsələ barəsində. Deyir ki, bəziləri deyir ki, tədil edən kimsələrin sayı çox olarsa o götürülür. Və deyir ki, bəziləri də deyir ki, tədil edən kimsələr məşhur kimsələr olarsa, digərlərindən o götürülür. Və sonunda İbn Salah Rahimullah deyir ki, bunların hamısı batildir. Deyir ki, Əhl-i Sünnənin deyir ki, mühəddislərin, Əhlül Hədisin deyir ki, etiqad etdiyi o olub ki, əgər cərh və tədil bir kimsədə qarşı-qarşıya gələrsə, onda cərh edən kimsə təfsilat tələb olunur. Və o təfsilatı ortaya qoyarsa, artıq bütün ümmətə vacibdir ki, onu götürsün. Və bu qiyamətə qədər də bu cürdür. Yəni, artıq başqa şeylər danışmağa ehtiyac yoxdur. Qədimdə belə bir şey qoyulur və təfsilat, yəni necə? İxtilafdır məsələn. Məsələn, qulaq asıl bəzi tələbə deyir ki, məsələ ixtilafdır, sən bura gətirə bilərsən. Yox, elə bir şey yoxdur, qardaş. Yox, elə bir şey yoxdur, qardaş. O bütün Əhl-i Sünnənin üsullarını zay etməkdir. Demək ki, hansını istəyirsənsə götür. Belə bir şey olur. Yəni, biz bəyən bütün hədisləri elə götürüb gedirik. Deyirik ki, bu zəifdir, bu mövdudur. Yalan uydurulan hədislər var. Bunları belə götürüb gelirik bəyəm? Əlbəttə getmirik. Və necə ola bilər ki, hədisi rəvayət edən kimsələr barəsində demirsən bu sözü, amma bugünkü gün bunu deyirsən. Yox, doğru deyil o şey ki, yəni ki, hansı tərəfi istəyirsən götür. Şimdi bu, bütün Əhl-i Sünnənin usullarını zay etməkdir. Bütün Əhl-i Sünnənin usullarını parçalayır bu qaydalar. Yox, elə bir şey deyən olmuyor. Elə bir şey deyən olmuyor. İzzət müəllim. Alimlər hamısı deyir ki, yəni, buna da aid. Ancaq sadəcə o ravilər dünyasını dəyişdi, öldü, Allah onlara rəhmət eləsin.
Amma qaydalar kimi durur. Və əvvəl bidət əhli olduğu kimi, əvvəl siqa kimsələr, mötəbər kimsələr olduğu kimi və əvvəl yalançı kimsələr olduğu kimi və əvvəl alimləri söyən kimsələr olduğu kimi bugünkü gündə var. Bugünkü gündə var. Mən, məsəl üçün, bizdə elə adamlar var ki, bizi dinləyir də danışanda. Amma məsəl üçün, dəlillər də gətiririk, deyir yox, özüm eşitməliyəm hökmən, məsəl üçün, adilin dilindən və yaxud da ki, filan alimi təhqir elədiyim, belə. Birinci bu barədə zəhmət olsa deyərdiniz, yəni həmin adamları biz başqa cür necə çatdıra bilərik ki, yəni səhih məlumatlar eşitdikdə digər qardaşlardan. Məsələn, bir də ki, onları məsələn, dəvət eləyənlər ki var, açıq aydın toylara dəvət edirlər və onu belə də onlarla bəzilərindən yəni salamı tam kəsmək olmur ki, bəzilərində kəssək də. Və onu necə eləyək ki, hamısı ilə tam kəsə bilək yəni. Yəni bizdə belə deyək ki, Əhlüsünnədə yenə özümüzdən heç nə demirik, əlhəmdülillah. Əhlüsünnədə həmişədən nə olub? Əxbaru siqa. Mötəbər kimsələrin, siqa olan kimsələrin xəbərləri və mötəbər bir kimsə, siqa olan, etibarlı olan bir kimsə, adil olan bir kimsə xəbər gətirərdisə, hətta tək olsa belə onun xəbəri qəbul olunardı. Hətta tək olsa belə onun xəbəri qəbul olunardı. Yəni buna dəlillər olduqca çoxdur. Həm sünnədən alimlər zikr edirlər, həm Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki: "Ey eyyuhellezine amenu in ja'akum fasiqun binaba'in fatabayyanu." İman gətirənlər, əgər fasik sizə bir xəbər gətirsə, onu araşdırın. Əksi nədir? Əgər siqa gətirsə, araşdırmayın. Yəni etibarlı olsa araşdırmayın. Etibarlı olsa araşdırmayın. Və həmçinin sahabələr Quba məscidində namaz qılanda birisi gəldi, dedi ki, ayə nazil oldu ki, qiblə Kəbəyə çevrildi, dəyişdirildi. Və sahabələr namazda olduğu halda çönürlər Kəbəyə tərəf, qibləni. Bir nəfər idi və heç bilmədilər o deyən kimdir, yalancıdır, doğrudur. Heç baxıb demədilər ki, soruşaq, bəlkə bu yalan deyir. Heç fikirləşmədilər ki, yəni həqiqətən də belə bir ayə nazil olub, yoxsa yox. Birbaşa tabi oldular. Yəni, əxbaru siqa bu sələfdə var ki, mötəbərli bir kimsə, etibarlı bir kimsə, siqa olan, adil olan bir kimsə xəbər gətirərsə, hətta bir nəfər belə olsa, xəbəri, onun şahidliyi qəbul olunur. Onun şahidliyi qəbul olunur. Amma o kimsələr ki, o dəvətçilərlə olmaz. Onların xas, xüsusi, belə deyək ki, başda gedən, onların dəvətçiləri ilə olmaz. Amma belə deyək ki, ortalıqda qalıb, çaşbaşdır, siravidir və yaxud da ki, belə heç nə deyə bilmir. Yəni, bu kimsələrdən əlaqə kəsməyin, dəvət edin, bacarırsınızsa, yəni başa salın, əgər başa düşürsə, başa salın. Və hətta İmam Muhammed ibn Hadi Hafizahullahdan soruşurlar ki, Hələbini müdafiə edənlər necə müamilə eləyək bunlarla? Şeyx Muhammed Hadi deyir ki, Hələbini müdafiə edənlər iki qismdir. Birinci qism elm üzərində onu müdafiə edirlər. Bilə-bilə, onun xətalarını bilə-bilə onu müdafiə edirlər. Deyirlər ki, heç bir problem yoxdur. Bir Moldovadan tələbə var idi qardaş məndən. Sələfi tələbədir. Deyir ki, mən əməşlə yazışırdım, deyir. İnternetdə. Yazışırdım və deyir ki, ona dedim ki, sənin saytında Hələbinin məqalələri var. Sən bilirsən axı, bundan çəkindiriblər. Və deyir ki, ona Şeyx Rabinin kitabını attım. Ona olan rəddiyəsini. Və deyir ki, mən bunu oxumuşam, bunda heç bir şey yoxdur. Yəni, bu qədər tərbiyəsizlik. O üçün tərbiyəsizlik. Yox, əlbəttə. Yəni, bunlardan dəvətçilərindən olmaz. Amma o kimsə ki, ortalıqda qalıb və yaxud da ki, belə deyək, bir çaşbaş qalıb, yəni, gah görürsən ki, bunlardan oturur, gah bunlardan oturur. Bu adam, yəni, başa salın, salımı kəsməyin və örgədin, dəvət edin inşallah. Şeyx Səlim haqqında olan şeylər, yəni, İkinci növü. İkinci növü, həmin o Şeyx Muhammed deyir ki, ikinci növ ki, o kimsələr ki, elm üzərində yox, sadəcə avamdılar. Bu kimsələr deyir ki, dəvət olunur, onlara haqq çatdırılır. Qəbul eləsələr, əlhəmdülillah. Qəbul eləməsələr deyir ki, yulhaq bihim, onlara qoşulur. O da, yəni, onlardandır. Bu səfər Ramazanda elə bir ki, bunlar tərəfdən daha çox keçdi də ora. Yəni, keçən il, məsələn, bundan qabaqki illərdən ancaq təkvirçilər idi də. Bu səfər açıq aydın, avədi bu meyllərdən də yəni, ölkə ilə getməyəndən oldu, birbaşa qoşuldular olar. Yəni, Ramazan olsa tamamlamadılar.
Alimlərdən o kimlər ki tamamlamayıb ölkə ilə getmir. Biraz dağılış. Onları deyəm kimlər deyir məsələn bir gün qəza eləmək barədə. Belə bir rəy kimlərdən var? Kimlər ki ölkə ilə getmir. Vallahi qəza yəni ölkə ilə getməyən kimsələr qəza olunması barəsində bir fətva bilmirəm. Və o kimsələr ki oruclarını tutmayıblar, onlar tutmalıdır. Çünki nəyə görə? Birincisi, heç ay zad görsənməmişdi. Hamısı boş söhbət idi. Hər il fitnə salan adamlar yenə çıxıb fitnə saldılar ki, ay görsənib, amma boş söhbət idi. Ay zad görsənməmişdi və bizdəki həmişəki kimi Peyğəmbər sallallahu əleyhi əməl edirik. Peyğəmbər sallallahu deyir ki, "Fə in ğumma aleykum fa akmilu 30." Əgər deyir ki, ayı görməyə bir şey mane olsa, onda 30-dan tamamlayın. Və biz də ayı görə bilməmişik, və yaxud da ki, bizim vasitəmiz olmayıb görməyə və biz 30-dan tamamladıq. Həm bunların dili ilə isə. Və həmçinin də ki, hətta Şeyx Alban Rahimullah və həmçinin digər alimlər deyirlər ki, hətta ayı görsən belə tutma. Mən əvvəl elə fikirdəydim ki, deyirdim ki, belə özüm fikirləşirdim və deyirdim ki, əgər bir kimsə görsə, yenə sakitcə açsın da, tutmasın. Əvvəl, yəni bundan 1-2 il qabaq, əgər belə bir şey olarsa. Bu axırıncı Şeyx Muftinin fətvasını eşitdim ki, Abdüləzəl Şeyx, hətta deyir ki, görsən belə deyir, tutma. Deyir, cəmaatla ol. Və bunlar hamısı nədir? Cəmaatlığı qorumaq. Birliyi qorumaq. Və Peyğəmbər sallallahu deyir ki, "Uqtulu men farraqal cəmaə." Cəmaatlığı parçalayanı deyir ki, öldürün. Yəni cəmaatlıq bu şəriət bunun üçün gəlibdir. Ki müsəlman cəmiyyəti bir olsun, cəmaatlıq olsun. Parçalayan özləridir. Parçalayan özləridir. Biz həmişəki kimi deyirik, əlhəmdülillah. Həmişəki kimi alimlərə hörmət qoyuruq və həmişəki kimi mənhəcimizdir. Heç bir şey dəyişməyib, həmənki kimi eynidir. Heç bir dəyişən şey yoxdur. Yəni, bax sən 5 il qabağına və yaxud da ki, 3 il, 5 il qabağına bax, həmənki adamsan. Amma fərqlənən özləri olublar. Qeyb bidət əhlinə qoşulublar və bu yan tərəfdən də ki, əhlüsünnə imamlarını təhqir edirlər. Biz əlhəmdülillah, biz həmənki insanlarıq, Şeyx Rabini sevirik və Şeyx Fovzanı sevirik və digər Şeyx Abbadı sevirik həmişəki kimi və bu cür. Onlar da güya sevirlər, amma Xıdır babadan dəli gətirirlər. Deyirlər, Xıdır baba görüb ayı. Mücət müəllim, Xıdır baba Azərbaycanda fitnə sal. Ver sual sormam. Bir insan məsəl üçün, mən tutaq ki, adil salam versə də almıram. Kimsə məni qınaya bilər ona görə ki, sən o salamı yaşamırsan. Yox, qınayılmaz. Və yaxud da ki, onu dua dəvət edənlərin salamını almıram. Onu da necə? Yəni verirlər almıram. Yenə deyirəm, ola bilər avam olsun, amma yox, ki başda gedənlər, dəvət başda gedənlər yox, olmaz. Başda yəni salamı almıram. Yəni bu bir şey, yəni salam kəsmək bu şəri bir müalicədir. Bu salam kəsmək belə deyək ki, kəsib atmaq deyil. Qəsd burada kəsib atmaq deyil. Bu şəri bir müalicədir, müalicə növüdür. Ki sən həmin insanı islah edirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabədən 40 gün salamı kəsdi. Sahabədən, münafiq deyildi. Sahabə idi. Rasulun əmrinə xilaf olduğuna görə 40 gün salamı kəsdi. Nəyə görə? Ki tövbə eləsin. Bir də o günaha qayıtmasın. Bir də cihadı tərk eləməsin. Buna görə idi. Yəni bunlar onlardan da daha üstündür ki salamı kəsilməyə. Sahabədən Peyğəmbər sallallahu əleyhi və səlləm salamı kəsibdi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm salamı kəsməsi o demək deyildi ki, sahabəni vurub atmışdı, silib atmışdı və yaxud da ki onu alçaltmaq üçün. Yox, bu şey deyildi. Bu şəri bir müalicə idi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onu bu cür müalicə elədi və yəni hətta bu günaha bir də qayıtmasın. Hələ o əməlin üstündə israrlı deyildi bu. Əlbəttə. Bunlar salamı şəxsən biraz da artırırlar. Biraz da artırırlar. Ümumən məsləhə var bunda. Amma ola bilər ki, birisinə fayda versin, birisinə fayda verməsin. Amma fayda verməyən kimsə yenə Allah Taala'nın hidayətini istəmədiyi kimsədir. Bir dənə sual verin. Məsəl üçün, hər hansısa bir elm tələbəsi, önünə gedən dəvətçi, bir tanınandır.
sələf alimlərinin adından, yalandan məsəl üçün hər hansı bir zahir olan bidət növünü deyir ki, bu sələfin mənhəcindəndir. Bu adam, yəni bu ona Allahın verdiyi elmə, qardaşına ona etdiyi əmanətə də, deyək də, xəyanət edir də. Bu xəyanət, bunu sələf dairəsindən çıxarır yoxsa yox? Bu barədə çıxarsa deyən alim varmı? Yəni bu belə Məsəl üçün, xavariclərə xas olan azıl məsələsini deyir ki, filan alimlər deyib, alimlərin dilindən gətirir. Amma halbuki həmin alimlər özləri deyir ki, icmadır ki, bu əməl xavariclərə xas. Bəli, o mənhəcdən çıxır, amma yalanına görə yox. O əməli etiqad etdiyinə görə. Etiqad etdiyinə yalan danışır. Onu etiqad etdiyinə görə, həmin o gətirdiyi şeyi yalanına görə, etiqadına görə mənhəcdən çıxır, bəli. Allah bərəkət. Axı biz bir də nəyin şahid olduq? Məsəl üçün qardaşlardır, dedilər ki, mənim xətaların göstər onu, bəs tövbə edirəm də. Şu anda da göstərilib, qadircə belə eləyir. Mən qiyamət günü cavab verməyəcəm ha. Yenə də ondan yapışıb. Yəni bu artıq oynayır da. Yəni get Artıq oynayır. Yəni heç olmasa deməsəydi ki, xətalarını göstər, bəlkə də salamat qalar. Biraz da özünü yüklədi. Artıq bu elmli olaraq inkar edən kimsədir. Elmli olaraq inkar edən kimsədir və yəni xətalar dedikdə bu xəta bizdə olan söhbət barəsində Tural qardaşın özü də danışmışdı. Orada olan məsələləri. Yəni hamı qulaq asmısınız yəqin ki o söhbətlərə. Yəni o mənim evimdə olub Məkkədə o məsələlər. Yəni şahidlər var. Boş deyil. Hakim var. Bizdə bilirik ki, yəni hakim, müsəlman hakim şəriətdə hətta ibadə etməsə də biz onu qəbul edirik. İkinci bir nəfər həmin yerdə çıxarsa, yəni istər elmli olsun ki, özünün nəsə müəyyən şəri qanunları özünə tabi etdirmək, özünü əmir kimi seçmək və yaxud da müəyyən digər məsələlər özünə şey etsə, yəni mənə aid eləməlidir, məndən tələb istənməlidir, mənə verilməlidir və bu şeylər eləyə bilər. Yox, əlbəttə. Əgər hakim hətta ki, məsələdə sussa belə. Yox. Hələ ki, buna fikir verməsə belə, sussa belə, belə bir şey. Yox, belə şey yoxdur. Və sahabələrin vaxtında da bir dənə əmir var idi. Yəni, ola bilər, fəali təyin edirdilər hansısa yerlərə özləri, belə deyək. İndiki məsəl üçün icra hakimliyi kimi zad belə. Amma ki, o orada özünə belə vilayət qurmaq, əmirlik qurmaq və yaxud da ki, hökmlər tətbiq olunması, bu belə şey yoxdur. Buyurun. Yəni bu bayramla əlaqədardır. Bir elm tələbəsinin bir çox qıslardır. O da nədir? 2 il dalbadal 30 ola bilməz. Bu şübhə ilə, amma halbuki salamat kimi tanınır. Amma onun dediyi o ki, 2 il dalbadal 30 gün ola bilməz. Ona görə də yəni 25-ini orucu tutmuyor, 26-sı namazı qılarsın. Bu nə dərəcədə düzgündür? Bu yasda belə 2 il dalbadal 30 gün ola bilməz. Yəni o 2 il dalbadal 30 ola bilməz elə bir şey yoxdur. Sadəcə İbn Hüseyn rahimehullah deyir ki, Ramazandan əvvəlki 2 ay 29 oldusa Ramazan 30 olur. Sadəcə bunu deyib İbn Hüseyn rahimehullah. Amma elə bir şey yoxdur ki, 2 il dalbadal 30 ola bilməz. Belə bir şey yoxdur. Ola bilər belə bir şey olsun. Və tutaq ki, məsəl üçün bu il 29-dan oldu. Və yenə biz, əlhəmdülillah, yenə alimlərin fətvasına dayandıq. Bunlar kimi alimlərin fətvalarını tapdalayıb keçmədik. Və alimlər dilər ki, hətta görsəniz belə orucu tutun, cəmaatlıqla olun. Və bunlar idi ki, xilaf olan alimlərin sözlərini, fətvalarını tapdalayıb keçdilər öz tələbələrinin sözlərini götürməyə. Və hətta görülməyib bu şey ay Ramazanda, hətta görünsə belə, yenə də biz alimlərin bu fətvasına tabi olmuşuq. Hətta Şeyx Alban rahimehullah deyir ki, əgərdir ki, dövlət Ramazanı qeyri-şəri yollarla təyin edərsə, yəni təqvim, təqvim özü bidətdir, biz ona demirik ki, o sünnədir. Hətta onda belə deyir ki, tabi ol. Çünki bunların hamısı cəmaatlığı qorumaqdır. Hətta görsən belə deyir ki, hətta görsən belə yenə cəmaata tabi ol.
Cəmaatla bir yerdə orucunu tut, cəmaatla bir yerdə orucunu aç. Cəmaatla bir yerdə orucunu aç. Axı bəziləri deyir ki, məsələn siz deyir, bu məsələdə deyirsiniz, yenə də dövlət. Deyir, bu yaltaqlıqdır. Nə bilim, sən işləyirsən ona, sən ondan qorxusan. Bu nə dərəcədə doğrudur? Əlbəttə, doğru deyil bu. Yəni, ümumiyyətlə, hər dəfə, hər əsrdə olur olsun, Əhl-i-Sünnə və Cəmaəyə bu cür təhqirlər olubdur, bu cür sözlər olubdur. Amma bu yaltaqlıq deyil, bu özü elə Peyğəmbər s.ə.v sünnəsinə tabiçilikdir. Bu özü elə Peyğəmbər s.ə.v sünnəsinə tabiçilikdir və sahabələrin də mənhəci bunun üzərində idi. Sahabələrin də mənhəci bunun üzərində idi. Necə ki, Muaviyyə radiyallahu anh Şamda əmir idi. Şamda əmir idi. Və Omar Xattabın əmirliyi vaxtındaydı. Və İbn Abbas da Mədinədə idi. Və işlərindən bir kimsəni göndərirlər Şama. Və o görür ki, orada Şamda artıq bayramdır. Bayram keçirirlər. Həmən bizim eyni, həmən temanı. Bayram keçirirlər. Və gəlir Mədinəyə, qayıdır, deyir ki, Şam cəmaatı bayram keçirir, İbn Abbas'a deyir. İbn Abbas deyir ki, Muaviyyə də bayram keçirirdi. Deyir ki, hə, onlar deyir ki, ayı görüblər. İbn Abbas deyir ki, biz görməmişik, biz 30-dan tamamlayırıq. Bundan da daha təəccüblü yeri var, daha da belə deyək, ləzzətli yeri var ki, belə nəfsləri rahatlaşdıran İbn Abbas deyir ki, həkədə əmrana Rasulullah. Peyğəmbər sallallahu deyir ki, bizə belə əmr etmişdi. Belə əmr etmişdi ki, yəni hətta ayı gör. Görməsən 30-dan tamamlayırsan. Həm də alimlər icma ediblər də ki, ayın görünməsi ölkələrdə fərqli ola bilər. Mütləq, əlbəttə, mütləq. Bütün alimlər deyir ki, ayın görsənməsi bir yerdən başqa bir yerə fərqlənə bilər. Və yəni başqa bir yerlə və yaxud da ki, Məkkə ilə ayı görüb, yəni oranın ayı görüb, orucu tutub açmaq heç bir dəlil yoxdur buna. Dəlil gətirirlər bir mömin, Rasulullah s.ə.v. Amma keçən il Türkiyə ilə Rusiya bayram eləyirdi, bunlara görə orada mömin yox idi də. Məkkənin özü, Saudiyanın özü, qonşusu Yəməndir. Yəmən ayı görəndə özü tutmur. O qonşusuyla getmirsən, buradan hara geysən. O qonşusuyla tutmur. Yəmən, Liviya görürlər ayı, tuturlar, amma Saudiya tutmur. Gözləyir ki, hətta özü görsün. Yəni bu əgər bütün müminlərə aid idisə, nə oldu? İndi Saudiya müxalif oldu. Bizdə vəziyyət də biraz başqa bizdə. Hətta görsənsəydi də belə yenə də cəmaatda aid. Əlbəttə, əlbəttə. Hətta görsənsə belə tutursan. Bunların məqsədləri nədir? Məsələn, bu rəy söhbətinə ortaya atmaq, cəmaatı öz başına buraxmaq, həmçinin cəhr və tədildə deyir ki, o kim hansını, kimin hansını seçərsə, müstəqil buraxıblar da, ürəyin istədiyi seç, o birisini seçsə, sən o birisinə deyəməsən ki, bunda problem var. Bu məqsəd hara aparır, bu hara gedir bu? Yəni, ümumiyyətlə, bunların onsuz da ki, belə deyək, bunlar sələflərlə həddadidirlər, bidət əhliyindən mümeyyi. Sələflərə qarşı həddadidirlər, bidət əhlinə qarşı mümeyyi. Və hətta salamı kəsən birinci özləri olublar. Birinci özləri olublar. Və bunlar görürsən ki, sələfiyə qarşı şiddətlidirlər, sələflərə qarşı. Amma bidət əhli problem deyil. Yəni, onunla bir yerdə ola bilərsən və hətta deyirlər ki, bizim vaxtilə bidətçi dediyimiz kimsələr biz xata eləmişik. Bunlar hamısı nədir? Bunlar hamısı yəni əhl-i sünnəyə xilaf olmaqdır. Yəni, bu şək yoxdur. Bugünkü gün cüzi görsənir bu şeylər, bu problemlər. Bəlkə də ki, kiminsə gözündə cüzi görsənməz, Allah aləm. Amma sabah bu fitnələr böyüyəcək. Sabah bu kimsələri hakimi açıq aydın təkfir edəndə görəsiniz və onları xurucda da görəsiniz və hətta mitinqə zada da çıxacaqlar bunlar. Yəni, çünki bu fitnələr, əlbəttə, bu fitnələr ona aparır. Bu fitnələr ona aparır. Görürsən, məsəl üçün, Hələbinin özü. Bidət, müxalifçilik, asi olmaq, hətta görürsən ki, o həddlərə gəldi ki, bidət əhlini sələfi dedi, sələfilərə bidətçidir. Sələfiləri cərrah sifəti verdi. Sələfilərə qulatü təcrih dedi, cəhdə həddaşanlar. Yəni, bunlar hamısı nədir, əhl-i sünnəni vurmaq. Bunların məqsədi budur. Və əgər
biz sələfə tabi olduğumuza görə bizə cərrah deyirlərsə, nə gözəl. Elhamdülillah. Yəni bunda bizə heç bir qüsur yoxdur. Yəni əgər biz sələfə tabi olduq, sələfi müdafiə elədik, sələfin mənhəcini tətbiq elədiyimiz üçün bizə cərrah deyirlərsə, elhamdülillah. Nə gözəl söz. Və bəs bu günə qədər cəmaata danışılan, cəmaata örgədilən bidət əhlinin mövqeyi hara getdi? Cəmaata danışırdınız, bəs bidət əhli sələfi Fudayl ibn İyad rahimehullah deyir ki, qonşumun deyir ki, donuz və meymun olmasını istəyərəm, amma bidət əhli olmasın. Və oğlu görür ki, bir gün bidətçinin evindən çıxır, deyir ki, səni deyir ki, Lut aleyhissalamın qövmünün əməlini eləyən kimsənin evindən çıxmağı görmək istəyərdim, amma bu kimsənin evindən yox. Və Muhammed ibn Sirin, Yahya ibn Əyyub Səxtiyani rahimehullah məclislərindən qovdular bidət əhlini. Barmağını qulağına tıxadı və övladına da dedi ki, barmağını qulağına tıxa. Əyyub Səxtiyani. İmam Malik gəldi, bir sual verdi, dedi ki, sən bidətçisən, məsciddən qovdu, məclisdən qovdu. Və bu boyda naslar, bu boyda əsərləri bəs hara eləyək? Və bunun tətbiqi gəldi axı. Bunun tətbiqi artıq gəldi ki, bidət əhli ilə mövqe necə olmalıdır. Və alimlər çəkindirilən kimsədir, alimlər çəkindirən, bəyan edən kimsədir və onlardan da necə ki, sələflər etdiyi kimi bu cürdə edirsən. Yəni, bu, belə deyək ki, hidayət olmamışdan qabaq bu qədər insanları tərk elədik biz. Cahillər, dostlar, qardaşlar, qohumlar, bu boyda insanları nəyə görə tərk elədik? İslama görə. İslam dedik ki, onlarla oturmağı bizə icazəli görmür. Və həmçinin ondan sonra nə qədər bidət əhli var ki, bu söhbətlər çıxmamışdan qabaq tərk elədik. Hamısını nəyə görə tərk eləmişdik? İslama görə, mənhəcə görə. Və elə indi də elə mənhəcə görə tərk edirik. Kəndimə səhv edirəm. Elə indi də həmçinin eyni şeydir ki, mənhəcə görə tərk edirik. Görürsən ki, belə cəmaata şübhə salırlar ki, cəmaatı belə fikirlər yaradırlar ki, qardaşlığı pozur və yaxud da ki, qardaşlar parçalanır. Amma bunlar hamısı boş şeylərdir. Yəni, necə ki, dediyim kimi, əvvəlki kimsələri necə tərk eləmişdik, indi də o cür. İndi də bunları belə tərk edirik. İndi də bunları belə tərk edirik. Bizdəkilər, Azərbaycandakilər başladılar ki, təbliğ eləmək üçün fəhmi hüccə lazımdır və s. Amma qamətə çatımda o qayda elədir. Bir sırazı tətbiq elədilər, gözləmədən. Hətta adı dedilər, verdilər. Elədir, subhanallah. Allah ıslah eləsin. Hansı bir dəfə gördüm ki, tərk edir. Gəlir sual verir, deyir ki, istiva nədir? Keyfəl istiva deyir. İstiva necədir? Sual verir ki, keyfiyyəti necədir? Keyfəl istiva. Yəni, Allah subhanətlərin ərşinə istiva eləməsi, ucalması necədir? Keyfiyyəti. Və keyfiyyət soruşmaq bidətdir və hətta fikirləşmək belə bidətdir keyfiyyəti barəsində. Fikirləşmək belə olmaz. Və İmam Malik deyir ki, keyfiyyət məlumdur. İstiva məlumdur, Allah subhanət hala necə istiva edib ərşinə və yaxud da ki, istivanın mənası məlumdur. Yəni, ərəb dilində istiva nə deməkdir? Ucalmaq deməkdir, qalxmaq deməkdir. Və deyir ki, və onun barəsində sual vermək bidətdir və mən də səni bidətçi görürəm və məclisindən qovur. Yəni, əlbəttə, çünki nə? Qaldırma. Böyük bidətdən sual verir. Yəni, elədir, hə. O da ixtilafdır. O da ixtilafdır, elə deyil qardaş. O da ixtilafdır, deyənlər də var, deyənlər. Daha səhih olan inşallah budur. Nicat müəllim, ümumi imanı artırmaq üçün səbəbləri qısa olaraq desəz, asandır. Azanla inşallah kifayətlənək. Fikum barak. Allah razı olsun, Allah özə məhkum etsin.